Dostlar, axşamınız xeyir. Norveçdən hər birinizi salamlayıram. Belə bir maraqlı şey qabağıma çıxdı bu günlərim. Elə açığı bilmirəm. Bunu bəlkə bilən olar. Belə xırda qurtlardı. Məhəlləyə düşmüşdüm. Qarşıma çıxdı. Belə xırda qurtlardı. Bunların arxa tərəflərində işıqlar yanır. Görürsünüz yəqin. Çox bir maraqlı bir şeydir. Mən birinci dəfə qarşılaşdığıma görə istədim çəkim paylaşım. Yəni, belə qurtlardır. Bunları otların arasında tapdım. Baxın, arxası, yəni bildiyiniz arxasında fanarı var. Bunun adı nədir? Mənşəyi nədir? Bilən varsa biri yazsın görək. Nə olan şeydir bu? Yəni eşitmişdim o çərkələr arxasında, amma bu çərkə deyil, belə qurtlardır.